Dostlar, salamlayıram sizi. Gəlmişəm öz haçansa jurnalist fəaliyyətinə başladığımız şəhərə. O zaman 4-cü, yəni Ukraynada UT 1, 2, 3 var idi. Birinci Ukraynada fərdi kanal, yəni şəxsi kanal. Və mən buradan başlamışam, gəlmişəm öz haçansa buradan redaktor olmuşam. Bu kanalda indi kollektivin təbii ki 70% dəyişib, daha gənclərdir, daha yaxşı, yeni yanaşmalar var. Bunlar bizim jurnalistlərin iş yeridir. Belə. Demək, xəbərlə buraxılışına hazırlaşırıq. Və bu günlər Ternopil ağır, bilirsiniz, faciə yaşayır. Demək, bu faciə günlərində mən özümə borc bildim ki, gəlim öz iş yoldaşlarımı, həm də onları mükafatlarla deməli mükafatlandırdıq. Yəni informasiya, necə deyərlər, hər şeydir. Və bu bizim mənim də işlədiyim və bizim kanalımızla bir yerdə işləyən 4-cü kanaldır. İstədim ki, biləsiniz, burada bax bu reklama şöbəsi, все, я роблю про ваш канал. Да. Bax, belə bizim çəkiliş meydançalarımız. Yəni biləsiniz bunu. Və biz bu kanalla, bizim kanalımız başlayırıq yeni layihələrə. Mən bunu göstərməyi özümə borc bildim. Ki, siz də biləsiniz ki, biz çalışırıq ki, nəsə eləyək. Müharibə öz axarı ilə gedir. Müharibə öz axarı ilə getdikcə təbii ki, deməli, informasiya müharibəsi də getdikcə şiddətlənir. Ona görə təcrübəli peşəkarların gənc telejurnalistlərə köməyi lazımdır ki, necə vermək məlumatları, informasiyaları. Ona görə bax, biz ayrı-ayrı verilişlər hazırlayırıq, tok-şoular. Yəni, bunsuz olmur. Bax, belə dostlar. Bunları dedim ki, yəni, biləsiniz, bu ağır günlərdə mən gəlmişəm dostlarımın yanına və hadisə yerində də yanından keçdim, amma çəkiliş eləmədik. Onu da eləyəcəyik. Bilirsiniz, böyük faciə baş verib. Ternopilə 2 yaşayış binası vurulub. Təxminən 40-a yaxın insan həyatını itirib. Hələ də ondan yuxarı insan deməli yoxdur, axtarışdadır. DNK'lar filan, yananlar var. Neyse. Belə. İstədim ki, biləsiniz. Bugün bilərəkdən marşrutu dəyişib Ternopilə gəlmişəm ki, telekompaniyada olum. Və biz buranı necə başlamışdıq 91-ci ildə, 90-cı illərdə, haradasa 93, 94, 91-dən qeydiyyatdan keçib. Amma o vaxt elə yerli müxbir məntəqəsi kimi fəaliyyət göstərirdi. Sonradan ağıllı yanaşmalarla deməli böyütmək mümkün oldu. Bax, belə dostlar, bunları deyəcəydim. Sağ olun. Hələlik.